qiyməti ilə bağlı. Burada bir dənə nüans var. Mən niyə qiymətini açıqlaya bilmirəm? Yəni biz münasib yığırıq. Yəni bizdən qiyməti öyrənin, sonra gedin hardan istəyirsiniz soruşun. Əgər bizdən münasib yığırlarsa, deyirəm ki, gedin orada yığın. Yəni zaten orada gedib yığacaqsınız, amma bu müştəri elə elədi. Yəni getdi bizdən soruşdu qiyməti, getdi maraqlandı, amma yenə döndü gəldi bizə. Qiymətlə bağlı bax, burada görürsüz eni, yəni bu en artıqdır. Bu en burada 40 santidir. Buna gərək yoxdur. Yəni burada 30 olsa, polkanın eni 30, maksimum 35 olur. Yəni bəs eləyir. İndi biz qiymət deyəndə 40 santiya. Biz qiymət deyəndə 40 santiya. Məsələn deyir ki, orada falan qiymətdir sizdə, amma çünki bu 40 santi az deyil, 10 santi az deyil. Bu taxta görə nə qədər buna laminat gedir. Yəni laminatdan 10 santi, 10 santi hər polkaya əlavə olunanda burada dəmiri qoyuram kənara, yəni dəmirin artıq getməyini qoyuram kənara. Hələ bir də burada laminatın artıq getməyi, yəni əsas laminat rol oynayır. Çünki laminatın kənarına bir də lent vurulur falan, yəni problem odur. Ona görə siz eyni desəz, bəzən deyir ki, bu ölçüdə neçə olar? Bəlkə sizə heç bu ölçü gərək deyil, sizə bu en gərək deyil. Yəni məhsulunuza görə polkanın eni lazımdır. Bu 40 santi yəni dəhşət çoxdur. Bilmirəm, kiməsə bəlkə normaldır, kimisə məhsuluna görə yaxşıdır, amma